Salam, bugünkü dərsimizdə biz YOLO modelini VS Code'da qurmağı və istifadəyə verməyi öyrənəcəyik. Salamlar, bugün sizlərə öyrətdiyimiz modeli necə istifadə etmək olar, o haqda izahat verəcəm. İlk öncə VS Code açdıqdan sonra burada extensions deyilən hissə var, orada daxil olaraq və Python yazırıq. İlk Python'a indiririk və təsdiqlənmiş Microsoft tərəfindən. Onu indirdikdən sonra bizim indirdiyimiz Python 3.9.0 burada tanınacaq və tanındıqdan sonra biz istədiyimiz cür kodu run edə bilərik. Amma məndə hal-hazırda aktivləşib, hal-hazırda mən kodu istifadə etsəm işləməyəcək. Çünki burada bəzi kitabxanalar var ki, mən indirməmişim onları. Və bu kitabxanaları indirərkən ilk öncə bir environment, mühit yaratmaq lazımdır ki, bizə indirdiyimiz o həmən kitabxanalar bizim kompüterin daxilində olan kitabxanalara qarışmasın. Bunun üçün belə bir command var. Python env istədiyiniz adı qoya bilərsiniz. Mən YOLO qoyacağım. İşləməni gözləyirik və gördüyünüz kimi bura YOLO kitabxanası environmenti düşdü. Və sonra isə biz bunu aktivləşdirməliyik. Aktivləşdirmək üçün komandımız olmalıdır. Onu axtarıram. YOLO burada yazdığınız zaman taba bassanız, bu sizdə avtomatik həmən location sizi göndərəcək və gördüyünüz kimi YOLO environmentimiz açıldı və bunu deactivate deyərək də bağlaya bilərik və bizə indi açıq olması lazımdır. Və bizim modelimizi istifadə etmək üçün bir ədəd kitabxana indirməyimiz lazımdır. Onun adı, onu indirmək üçün isə pip install bu kitabxananı indirməliyik. Bu kitabxana bizim modelimizin işləməsi üçün lazım olan hər şeyi indirir. Gördüyünüz kimi kitabxanalar enməyə başladı. Proses biraz uzun keçər, biraz gözləməli olacaq. Videonu dayandırıram. Kitabxanalar indikdən sonra davam edir. Deməli, kitabxanalar indiyinə görə davam edə bilərik. İndikdən sonra sizdə belə bir nəticə alınacaq. Bu hissə buna baxmanıza gerək yoxdur. Sonra isə davamında, əgər sizin kompüterinizdə ekran kartı varsa, GPU varsa, siz qurulumu fərqlicə eləməlisiniz. Əgər GPU-nuz varsa, sizin detection daha sürətli, daha keyfiyyətli olacaq. Amma ki, kompüterinizdə GPU yoxdursa, kompüteriniz az bütçəli kompüterdirsə, o zaman siz qurulumu başqa cür eləməlisiniz. Gəlin ilk öncə GPU ilə olan quruluma baxaq. GPU nədir? İlk öncə onu izah edeyim. Kompüterinizdə Ctrl, Shift və SC düymələrini bastığınızda belə bir ekran açılacaq.
Burada performansı test etdiyiniz zaman görə bilərsiniz ki, burada 2 ədəd GPU verilib. Bu və bu. Bu sizin kompüterin 0 yazılı daxili GPU-sudur. Bunu istifadə edə bilmirik biz. İkinci isə bu GPU 1 yazılan, bu isə xarici ekran kartı kompüterinizin. Burada göründüyü kimi Nvidia GeForce RTX 3060 laptop GPU yazılıb. Biz bundan istifadə edərək öz detection'ımızı, öz tanımamızı daha sürətli edə bilərik. Bunun nə olduğunu detection zamanı göstərəcəm. Bunun üçün bəzi istifadə etmək üçün driverlər indirmək lazımdır. İlk öncə belə bir komand var. Bunu istifadə etməlisiniz. Temin olsun. Komand budur. Bu CUDA driver deyilir buna. Bu CUDA driverin məqsədi odur ki, sizin kompüterinizdə olan GPU resurslarını istifadə edə bilirsiniz. Bu detection. Bundan sonra bizdə belə bir kod var. Bu kod yolu tərəfindən verilir. Sizin bunu əzbərləmənizə gərək yoxdur. Yadınızda saxlamağınıza da gərək yoxdur. Deməli biz burada train elədiyimiz, öyrətdiyimiz model buydu, best modeli. Biz burada bu ilk öncə kitabxanalarımızı daxil edirik. Hansı ki CV, OpenCV deməkdir. Hansı biz kameralarımızı falan onunla idarə edirik. Ultralytics bu Yolonun kitabxanasıdır. Bu Yolo bunu endirmədən siz Yolonu run edə bilmərsiniz, işlədə bilmərsiniz. Burada bizim bir funksiyamız var. Bu funksiyada biz modelimizi daxil edirik və detection'u başladırıq. Bu nə deməkdir? Burada biz model var. Modeli burada define eləmişik. Burada bizim öyrətdiyimiz modeli modelə atır. Yəni buna göndərir. Bu isə burada buna bizim ekran kartımıza göndərir. Ekran kartımızda istifadə edici driverə göndərir. Bundan sonra isə burada bizim kameramızı açmaq üçün lazım olan komanddır. Burada biz 0 yazılan zamanı kompüterin üstündə olan fiziki kameradan istifadə edir. 1 olan zamanı hansı ki kompüterə taxılı kənardan USB ilə kamera onu istifadə edir. Əgər 2 dənə kameranız varsa o 2 olacaq. İkinci kameradan istifadə etmək istəyirsinizsə. Bu isə həmin bu problem yaranan zamanı onu yoxlamaq üçündür. Deyəlim ki kamera taxılı deyil və USB kamera taxılı deyil və sizin də kompüterinizin kamerası işləmir. Bu zaman kod run eləsə sizə error verəcək ki, kamera açıla bilmir, yəni kamera yoxdur kompüterdə. Burada isə bir while bizim loopumuz var. Loop odur ki, döngü deməkdir. Biz detection'ımızı, tanımamızı döngü ərzində millisaniyə fərqi ilə edirik. Elə hər millisaniyədə bir kamera hədəfi tanıyır. While loopumuzun içərisində bizi kameradan datanı oxuyur. Əgər data gəlmirsə burada yəni kameradan data gəlmirsə burada error verir ki, kameradan data gəlmir. Burada isə bu threshold deyilir buna. Confidence, güvən kimi tərcümə olunur. Yəni burada 0.5-in mənası odur ki, bu bizim açılan gələn datadır, hansı kameradan gəlir. Əgər gələn datadakı obyekt 50% kimi tanıyırsa bizim modelimiz, onu götürmür, yəni detekt eləmir. Əgər 50%-dən çox detekt edirsə, onu bizə göstərir ki, bu obyektin 50%-dən çox detekt olunur və bunu tanıyır. Bu isə həmin tanınan obyektin ətrafında dördbucaq düzbucaqlı çəkir. Bu isə bizim aslan ekranın adıdır. Burada isə bu komand odur ki, biz detection'ı başladırıq, tanımanı başladırıq kod olaraq. Sonra istədiyimiz vaxt Q-yə basanda, klaviaturda Q-yə basanda həmin detection dayanır. Bu break eləyəndən sonra, Q-yə basandan sonra isə burada kameranı dayandırır və həmin açılmış onun ekranına bağlayır. Main isə bu kodun işləməsi üçün. Gəlin kodumuzu run eləyək, baxaq.
Gördüğünüz kimi kamera açıldı. Burada bizim obyektimiz var, hansı ki biz şəkillərini çəkmişdik. Gördüyünüz kimi onu tanıyır. 50%-dən aşağı düşən kimi tanımır. Dəqiq 70% tanıyır. Bizdə bu datamız əvvəlki dərslərdən bildiyiniz kimi 10 dənə şəkil çəkdiyimizə görə bu dəqiqə keyfiyyət modeli çox azdır. Ona görə belə keyfiyyətsiz görünür. Bugünkü dərsimiz bu qədər. Gələn dərsdə isə bu süni intellekt modelini necə sualtıya inteqrasiya etmək olar, o haqda danışacağıq. İzlədiyiniz üçün çox sağ olun. İndi isə gəlin, əgər kompüterimizdə GPU yoxdursa, kodu necə run edə bilərik, onu göstərəcəm. Burada isə kodda sadəcə bu CUDA hissəsi silinir və sizin kompüterinizdə GPU olmadığına görə siz həmin funksiyanı istifadə edə bilmirsiniz. Bu zaman detection biraz donur, kamera açılanda görüntü biraz donur, amma sizin kompüterinizdə olan CPU-nun nə qədər yaxşı olmasından asılıdır. Yenə kompüterimizdə Ctrl+Shift+S basırıq. Burada açılan pəncərədə CPU-ya giririk. Əgər sizin kompüterinizdəki CPU yetərli qədər güclüdürsə, detection'ınız bir o qədər yaxşı olacaq. Gəlin bu kodu da yoxlayaq. Kameranı yedirik. Gördüğünüz kimi açılır. Bak burada konfidensimiz 6-5 eder. Məndə artıq GPU driver elində olduğuna görə avtomatik ondan istifadə edilir. Amma sizdə onun olmayacağına görə görüntünüz biraz dona bilər. Bu da çox normaldır. İstədiyimiz vaxtda bunu dayandırmaq üçün burada 2-yə basmağımız yetərlidir. İzlədiyiniz üçün sağ olun. Burada keçən bütün komandlar və kodlar hamısı paylaşılacaq. Videoların altında olan kitab səhifəsindən oradakı linkə girərək həmin komandları və bu kodları görə bilərsiniz. Mən sizə indi isə nümunə olaraq əvvəllər sualda istifadə etdiyimiz kodu göstərəcəm. Burada bir sual. Bizdə bildiyimiz kimi sualtılarda Pixark istifadə olunur. Pixarkın xüsusi bir library'si var. Adı PyMaverick'dir. Onu indirməliyik. Bu isə bizim modelimizdir. Gəlin koda ümumiyyətlə bir baxış keçirək və sizin də bu haqda təcrübəniz olmasını istəyirəm. Bu bizim Teknovestdə istifadə etdiyimiz koddur və biz bu kod vasitəsilə hansı ki birinci yerə çıxmışıq. Burada gördüyümüz kimi master bu Pixark'a aid olan bir şeydir. Biz USB vasitəsilə kompüterimizə taxırıq və digər tərəf isə Pixark'a qoşulur. Və bu isə Pixark'a qoşulmanı təmin edən komanddır, belə deyək. Burada isə bizdə bildiyimiz kimi dronlarda hazır olma və hazır olmama vəziyyəti var. Arming və disarming deyirlər onlara. Motorlarımızı arm eləmək və disarm eləmək üçün iki dənə müxtəlif funksiyamız var burada. Bunlar hamısı Pixark'ın burada Maverick'in içərisindədir. Burada yox. Burada hamısı bunların içərisindədir. Bunları buradan girib və yaxud Google-da axtararaq tapa bilərsiniz. Biz bu funksiyanı çağıranda motorlarımız arm olur. Bu funksiyanı çağıranda isə motorlarımız disarm olur. Bu funksiya isə bizdə dataları motorlarımıza, Pixark'a, oradan SSD-lərə, oradan isə motorlara göndərmək üçündür. Burada gördüyümüz kimi hamısı izah olunub. İki dəyəri qabağa arxaya getmək üçün
müsbət verəndə qabağa, mənfi verəndə arxaya gedir. Və bildiyimiz kimi SSD-lərdə dəyər 1000-dən 2000-ə qədərdir. 1000-dən 1500-ə qədər olan dəyərlər geri dönməli, 1500-dən 2000-ə qədər olan dəyərlər isə qabağa getməni təmin edir. Y dəyəri sağa və sola dönməyi, Z yuxarı aşağı getməyi təmin edir. R dəyəri isə cəmi yerində durur, qabağa nə də sağa dönmür. Sadəcə sola gedir, sağa gəlir, sola gedir, yerində sağa gəlir. Heç bir istiqamətə dönmədən. Ona da yav deyilir. Bu funksiya isə bizə motorlarımıza dayandırmaq üçündür. Bu bizim dəyərlərimiz. Gördüyünüz bu dəyərlər 0, 0, 500, 0. Gördüyünüz gibi bura uyğundur. X burada 0'dır, Y 0'dır, Z 500'dür. Yuxarı aşağı olan dəyərlərdə orta dəyər 500 0'dadır. Burada isə R 0'dır. Gəldik kamera hissəsinə. Burada kameranın sizdə atılan kameranı istədiyiniz kimi ayarlaya bilərsiniz. Əvvəlki yoxlanma videolarında gördüyünüz kimi kamera burada balaca açılırdı. Siz onun böyüklüyünü buradan istədiyiniz kimi dəyişə bilərsiniz. Və biz bunun vasitəsilə kameranın ölçülərinə görə obyekt deyəlim ki, kamerada müəyyən bir yerdədir. Fikirləşin ki, bura kameradır, belə açılıbdır. Obyekt də buradadır. Biz bu koordinatlara görə bir x-dir, bir y dəyəridir. Hədəfin tam yerini tapa bilirik. Burada gördüyünüz kimi Azərbaycan dilində də izah olunub. Bu funksiya isə obyektə görə gəminin hərəkətidir. Burada müəyyən uşaqlara izah vermişəm. Bu vaxtda baxmağa gərək yoxdur. Burada bildirmişəm ki, detekt olunub hədəf. Hədəfin biz bayaq dediyim kimi buranın kamera olduğunu nəzərə yetirsək, bizdə hədəf buradadırsa, hədəfin ətrafında da bir dənə dördbucaq açılır. Həmin dördbucağın mərkəzi nöqtəsi obyekt Y və obyekt X olur. Biz bunu belə dəyər vermişik. İndi bizim obyekt Y-imiz 1100-dən aşağıdırsa, bu demək ki, yuxarı qalxmalıdır. Bu nə deməkdir indi? Onu izah edək. Fikirləşin ki, burada biz dedik ki, 1100-ə düşür, 300 bitdən dəqiqləşdirin. Obyekti getdik var, buradan. Burada müəyyən dəyərlər var ki, fikirləşin ki, hədəf kamera buradadır. Bunun paint varsa, paintdə daha yaxşı olsun. Paint var. Fikirləşin, bu bizim kameramızdır. Bu da bizim hədəfimiz. Dediyimiz kimi, əgər bir obyekti düzgün detekt ediriksə, onun ətrafında bir dənə dördbucaq yaranır belə. Biz bu dördbucağa görə bunun bu qədər məhsulatın deməli, bu mərkəz nöqtəsi bunun X və Y-ə görə tapırıq və deyəlim ki, bizdə hədəf bunu seçsək buradadır və deyəlim biz bu hədəfi vurmaq istəyirik. Biz bu fikirləşin ki, kamera stabil qalıb gəminin düz orta nöqtəsində, siz bu hədəfi girib vurmalısınız gəmini. Əgər hədəf buradadırsa, siz gəmini yuxarı qaldırmalısınız ki, hədəf gəlsin bura. Əgər aşağıdadırsa, siz gəmini aşağı indirməlisiniz ki, hədəf gəlsin bura. Hədəf suda stabil qalır, yəni sadəcə gəminin yeri dəyişir. Sağdadırsa, gəmini sağa hərəkət etdirməlisiniz, soldadırsa, gəmini sola hərəkət etdirməlisiniz ki, hədəf gəlsin mərkəzə. Bu kodda isə burada dəyərlərin bəziləri dəyişilir, amma eyni məntiq. Yuxarıdadırsa, əgər 1100-dən aşağıdadırsa, 1100-dən aşağı o deməkdir ki, hintə qaydaq. Deyəlim, bura mərkəz nöqtədir. Necə görək?
Bunu da belə. Burada RAM mərkəz nöqtəsi. Oturup bilenmiş seçiyorum. Diyelim bu bizim kameranın açılı və burada mərkəz nöqtədir. Bizim hədəfimiz buradadır. Fikirləşək ki, buradadır. Çox güzel. Fikirləş hədəf buradadır. Biz ilk öncə orada yuxarı aşağı hərəkəti stabilləməyi qoymuşuq. Gördüyünüz kimi birinci Y var idi. Y ortada boğuqdur. Biz orada 1100 dəyəri verilir. 1100 dəyəri oldu ki, deyəlim bura qədər 300'dür. Buradan bura qədər 300'dür. 1100 oldu ki, 1100 də buradan bura qədərdir deyəlim. Bu kənara qoyum yazım. Yaza biləcəm. Tekst var burada. 1100 yox 110. 110 sayı. 110'du orada bir neçə verilmişdi orada. 300. Deməli fikirləşək ki, 1100 bu xəttədir. Xəttəndə seçim daha aydın olsun hər şey. Okay. Diyelim ki bizim hədəfimiz buradadır, görür kamera. Biz də orada vermişik ki, əgər 1100'ün aşağıdadırsa obyekt yuxarı qalx. Cəmi 1100'ün aşağıdadırsa yuxarı qalx. Ops, sonra desəm də məntiqi səhvli oldu. Bu vaxt, bəli. Bu dəyər bundan burada təşrif var ama down'da o. Bunu at. O sadece kommentlerde onun değeri yok, sadece kod düzüşdü. Əgər buradadırsa, cəmi aşağı enməli, düz idi əslində. Əgər buradadırsa, hədəf stabil qalıbdır. Fikirləşin ki, deyəlim hədəf buradadır, cəmi birinci aşağı enməlidirlər, deyəlim ki, bu gəlsin, bu səviyyəsinə çatsın. Belə, fikirləşin cəmin kamerası, cəmi belə inir, sonra belə gəlir. Cəmi bunun tam ortasına düşür. Burada hədəfi cəmiyə aparmır, cəmini hədəfə aparır. Çünki cəmi bizdə hərəkət edir, hədəf hərəkət eləmir. Bu eyni məntiqdir. 300'dən də yuxarı olanda yuxarı qalxacaq. Yəni deyəlim ki, qoyum yuxarı bunu bir dəqiqə göstər. Deyəlim ki, hədəf buradadır. Cəmi yuxarı yavaş-yavaş qalxmalıdır ki, gəlsin bu hədəfin mərkəzdəsin. Və eyni proses sağ və sol, yəni bu hissələrdə də olduğunda, deyəlim ki, hədəf buradadırsa, cəmi birinci belə qalxacaq. Deyəlim ki, mərkəzdədir, sonra sağa gedəcək və əgər tam mərkəzdədirsə, onda da cəmi düz gedəcək. Orada da kod var, həmən kodu göstərim. Burada yazın, burada hədəf ortalanmış olur. Əgər cəmi gedib hədəfə dəysə, 110 artırım, bu sadəcə kommentli uşaqlar üçün vermişim. Burada da vermişəm, əgər obyekt, yəni 110 ilə 300 arasındadırsa, bu şərtdir, yəni əgər 110 ilə 300 arasındadırsa və 200 ilə 400 arasındadırsa, ikisi oxu üzrə, bu yanda göstərim. Text. Yəni buraya yazaq, 200, 400, gəldirmişdik.
okey. Hədəfimizdir. Hesab eləyək, 200 buradadır, 400 burada. Burada bildiyimiz koordinat oxu kimi mənfi müsbət olmur. 200 0 buradan başlayır, burada tutarır müəyyən bir ədəddə. Burada da 0 başlayır, burada bitir müəyyən bir ədəddə. Deyəlim ki, bizim hədəfimiz gəldi çatdı bu nöqtəyə 200 ilə 400 arasındadır, 300 ilə 110 arasındadır. Demək odur ki, gəmi mərkəzlənir bu şey hədəfə və gəmi qabağa gedə bilər. Gəmi qabağa getdiyində də isə hədəfi, yəni hədəf mərkəzləşsə 100% hədəfi vuracaq. Yəni burada hər hansısa problem yaranarsa, bu da təhlükəsizlik üçündür ki, motorları dayandırsın. Bu hansı ki, bu yuxarıda vermişik. Baxın, burada motorları dayandırmaq üçün olan funksiyadır. Bu bildiyimiz əvvəl danışdığımız kamera açma funksiyasıdır. Bu motorları arm eləmək, yəni ki, işə salmaq funksiyasıdır. Burada isə bir loop verilib. Bu loop bizə yarışmada olan bir loop idi. Bu sadəcə gəminin sağa sola hərəkətini hesablamaq üçün lazım olan bir şeydir. Bu sizə lazım olan deyil. Buna baxmanıza gərək yoxdur. Hansı loop idi o? Bura. Bu sadəcə gəmini əvvəl orta məktəbdəki Python alqoritmaları kimi, Python idi səhv eləmirəmsə, 5 saniyə qabağa getsin, 5 saniyə sağa getsin, eyni məntiq. Onu izah edib. Bu loop isə tək bu. Bu for loop. Bu sadəcə obyektlərin modeldən alınması və ona ətrafında düzbucaqlı çəkmək üçün lazım olan loopdur. Burada müəyyən eyni xüsusiyyətlər, şeylər verilib ki, əgər kamera açılmasa və yaxud da data gəlməsə dayandırsın, bu while loopunu dayandırsın. Burada isə eyni həmənki kimi Q-yə basanda dayanır, həmçinin Q-yə basanda motorları da dayandırır ki, hər hansı bir təhlükəsizlik problemi yaranmaz. İndi məndə bu gəmi olmadığı üçün mən bu modeli test edə bilmirəm. Siz özünüz qoşan zaman, hansı ki gəminiz tam hazır olduğu halda gəmi USB-yə taxıb və USB-ni gəmiyə taxıb, oradan da kompüterə taxıb, bildiyimiz kimi Pixartdan SSD-lərə qoşulma var, SSD-lərdən də motorlara qoşulma var. Və Pixartdan çıxan USB kabeldə gəlib kabel uzadıcı ilə birlikdə qoşulmalı kompüterə. Qoşulma tamamlanandan sonra siz rahat bir şəkildə kod run eləyərək öz SolidTrack modelinizi hansı bir hədəf üzərində test edə bilərsiniz. Əvvəldən də dediyim kimi bu kodlar və hansı ki komandlar endirmək üçün kitabxanaları və yaxud da modellər, SolidTrack modelləri hamısı kitab səhifəsində paylaşılacaq və link də qoyulacaq. Həmin linkdən tez keçid edib baxa bilərsiniz. Hər hansısa bir sualınız olsa da kommentlərə yaza bilərsiniz, oradan cavablayacağıq. Bununla da bugünkü dərsimiz başa çatdı. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.